Deməli, belə bir maraqlı sualın izahına baxaq. Sükunətdəki cisim sürtünməsiz yolda yolun yarısını 5 Newton, digər yarısını isə 10 Newton qüvvənin təsiri ilə hərəkət etmişdir. Yolun sonunda cismin malik olduğu kinetik enerjini hesablayın. Yəni, bax, buradakı kinetik enerjini bizdən soruşur. Cisim sükunətdəsə onun sürəti sıfırdır, başlanğıc sürəti sıfırdır. Deməli, bu hissəni gedir, bax, bu hissəni gedir 5 Newton qüvvə ilə. Bu hissəni gedirsə 10 Newton qüvvə ilə. İndi biz mexaniki işin düsturunu bilirik ki, Fs-dir, bu da bərabər kinetik enerjinin dəyişməsi. Aha, indi birinci hal üçün baxaq. Bax, birinci hal üçün. Birinci hal üçün baxsaq, burada kinetik enerjinin dəyişməsi olacaq YK minus YK0 birinci halda. Başlanğıc sürəti sıfırdır burada. Kinetik enerji də sıfırdır. Onda birinci halda burada olacaq. YK bərabərdir Fs. Birinci hal üçün yazıram. Amma bax, birinci hal üçün. Bu da bərabər. F'imiz 5'dir. S'imiz də 40'dır. Eləcə 200. Aha. İndi kinetik enerji, bax, burada tapdım mən bu kinetik enerjini. Bax, bu hissədə. Bax, bu hissədə tapdım mən kinetik enerjini. Bax, burada. Tapdım. Buna yazım YK1. Buradakı bizdən soruş. Buna da laf YK2 deyirəm. YK1'i tapdım 200. Bunu tapdım 200. Aha. İndi bunu bizdən soruşur. Yenə də bura ikinci hissə yazıram. Yenə iş bərabərdir Fs. Bu da bərabər YK2 çıx YK1. Всё. F'imiz var 40'dır. Yox, yer dəyişməmiz 40'dır. F'imiz də 10'dur da. Bax, bu ikinci qüvvə 10. Yolun ikinci yarısında qüvvə olacaq 10'da. Elə bir 400 olacaq. Bərabərdir. YK2 çıx. YK1'i də tapmışam 200. Всё, onda YK2 nə olacaq? YK2 olacaq 600 joule. Deməli, cavab olacaq Y variantı. Müəllimlər, deməli, sual çox maraqlı sualdır. Və bizim MIQ və sertifikasiya dərslərimiz davam edir. Yəni, yaxşı nəticə toplamaq istəyən müəllimlər bizim dərslərimizdən yararlana bilər. Diqqətinizə görə sağ olun.